Mən Məhrəmov Fikrət İnqilaboğlu. Əslən Xocalı rayonunun Kosalay kəndindən valideynlərim oradandır. Biz 92-ci il müharibəsindən sonra kəndliyə köç etdik və orada yaşamağa başladıq. Mən Xocalını görməsəm də ailəmin danışdıqları ilə bilirdim ki, Xocalı çox gözəl bir yerdir. Mən əmin idim ki, Xocalı soyqırımının qisasını alacaq və 2020-ci ildə 44 günlük müharibədə gedən döyüşlərdə Xocalı və digər erməni əsirliyində olan işğaldan azad etdik torpaqlarımızı. Xocalının alınması bizi çox sevindirdi və bundan sonra dövlət qurumlarına müraciət etdik ki, bizi ora köçürsünlər. Və 2025-ci il 25 iyun tarixində biz Xocalı rayonunun Balıca kəndinə ailəmlə birlikdə köç etdik. Dövlət Xocalı rayonunun Balıca kəndinə bizi evinə təmin etdi. Xocalıya köçdükdən sonra artıq bir işlə məşğul olmaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim və onlara bildirdim ki, mən Gəncə şəhəri və Bakı şəhərində barista üzrə işləmişəm. Onlar da məni özünə məşğulluq proqramına yazdılar. Bir həftəlik təlim keçib və təlimi uğurla başa vurdum. Qısa müddət sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən mənə zəng etdilər və səyyar kofe evini mənə verdilər. Bu həmin kofe evidir və burada kofe hazırlamaq üçün hər cür aparatlarını təmin etdilər. Hər gün saat 8-də gəlirəm, axşam 6-ya 7-yə kimi burada işləyirəm. Və mənim klientlərim əsasən xarici turistlər və yerli turistlərdir. İşlərim çox gözəldir və bilirəm ki, günü-gündən Xankəndi şəhərinə köç olur və daha da çox sifarişlərim olur. Hər gün gəldikcə daha çox sevincli olurum. Çünki hər gün daha yeni insanlarla tanış olam, yeni insanlarla ünsiyyətdə oluram. Hər şey çox yaxşı olacaq.